Salam, hörmətli izləyicilər. Artıq qış fəsli yaxınlaşır, yeni il yaxınlaşır, yağışlar yağır, qar gözlənilir. Bu şəhərimiz də yağışlardan sonra nə gündədir, özünüz görürsünüz. İndi bir şeirimi sizə təqdim edirəm, bu şəhərə qəsd edilib. Xəfif bir yağışdan qorxur bu şəhər, suyu gölləndirən yollar salınıb. Kimsə qəsd eləyib illər uzunu, düzü bu şəhərdən qisas alınıb. Binalar tikilib qarın qarına, günəşə həsrətdir, boldur kölgəsi. Ayrıca süslənmiş villalar, baxın, bura harınların zəngin bölgəsi. İl boyu tıxacda gərilir əsəb, nə evə yetirsən, nə də ki işə. Gün batdı, atamız gəlib çıxmadı, deyə uşaqlar da düşür təşvişə. Bugün asfalt sərir, sabah qazdırır. Su xəttin dəyişmək çıxıb yadından. Bu şəhər bir zaman çox abad olub, indisə utanır inan adından. Burada əcəl adlı körpülər var ki, kiminə qazancdır, kiminə ölüm. Las Vegas olacaq sonda bu şəhər. Bilmirəm ağlayım, qəşş edim gülüm. 5 ilə, 10 ilə dəyişir meri. Əqidə dəyişmir, məram dəyişmir. Şeytan əməlinə tuş gəlib sanki. Adam dəyişsə də haram dəyişmir. Diqqətinizə görə minnətdaram.